Öyledir. Bu bir zabitin yaşadığı bir hayat olur. Tabii ki bunu hiç kim bilmir, hiç kim bildirmirsə, mecbur olursan neye? Öz istəkləri nəsə bir məktubda bir yazasan, bildirəsən ki, biz neler istəyirmişik. Tabii ki biz hərbçilərin öz işi var, tapşırıqları var, həmişə deyirik. Vətən sağ olsun. 8 fevral 2023-cü ildə belə bir vəsiyyətnamə yazdım kızım üçün ki, kızım üçün daha doğrusu xanım üçün ki, kızımız olacaq. Ola bilərdi ki, biz gəlməyə bilərdik. Kızımın adını Aysun qoyarsınız. İnşallah. İndi şükürlər olsun Allah Teala'ya ki, yazdığımız o vəsiyyətnamə bugün bizim üçün həyatımızda Allah bizə bu gerçəkliyi qismət elədi. Çox şükürlər olsun Allah'a. Təbii ki, daim olaraq bir kağız üzərində həmişə biz xatirə olaraq qalacaq. Amma bu çəkilişdə sənin həyatın boyunda bu bilsin, biləsən En ki, güzel, en değerli. belə bir Atan yüreğinde kalbinde sınamışlar. Bəx söylədim, bir daha deyirəm. Allah səni qızını bəxtə ver eləsin. Amin inşallah. Amin inşallah. Allah səni xoşbəxt eləsin. Amin Mən inşallah. ona inanıram ki, getdiyin yerdə də həmişə hər zaman Sevinç göz yaşa. Allah səni xoşbəxt eləsin və hər zaman İnşallah, bizim başımız inşallah. həmişə hər yerdə burada olacaq. Amin. Amin. Sənə mən tam şəkildə deyir, inanıram və səninlə həmişə qürur duyuram. Allah səni xoşbəxt eləsin. O atasının balası. İnşallah Belasını belasını göresen inşallah. Allah hemşire şanslı. Çok şükür. Çok şükür. Bu gün necə ki